Salamlar, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Bugünkü dərsimizdə biz sizinlə qədim dövr Azərbaycan tarixinə birlikdə səyahət edəcəyik. Yəqin ki, bilirsiniz ki, tarixin 4 dövrü vardır və bugünkü dərsimizdə biz ibtidai icma quruluşunu və onun daxilindəki dövrləri birlikdə araşdıracağıq, öyrənəcəyik. Bacarıqlı insandan ağıllı insana doğru insanın inkişafını birlikdə nəzərə keçirəcəyik. Amma bugünkü ödənişsiz dərsimizə başlamamışdan öncə istəyirəm ki, bir niyə tarixi öyrənməliyik sualı ətrafında düşünək. Çünki bəzi insanlar çox heyflər olsun ki, tarixin cansıxıcı adlardan və illərdən, müharibə və sülhlərdən ibarət olduğunu düşünürlər. Düşünürəm ki, tarixi bilmək, keçmişimizi bilmək bizim bugünümüzü anlamağımıza və gələcəyimizi proqnozlaşdırmağa çox kömək olur. Bir növ düşüncə tərzidir, həyatın ayrılmaz bir parçasıdır. Tarix keçmişdəki insanların uğurları və uğursuzluqları haqqında toplamış nəhəng bir məlumat bazasıdır. Və siz burada özünüzün, öz həyatınızın belə bir parçasını görə bilərsiniz. Burada öyrəndiklərinizi əslində həyatınızın hər bir sahəsində istifadə edə bilərsiniz. Məsələn, əgər siz biznes qurursunuzsa və ya karyerada irəliləməyə çalışırsınızsa, sizdən əvvəl yaşamış və oxşar problemləri həll etmiş insanların təcrübələrinə əsaslanacaqsınız ki, eyni səhvi etməyəsiniz. Tarix də bir növ buna bənzəyir. Yəni, tarix sizə cəld və səmərəli qərarlar qəbul etməyə çox kömək olacaq ki, siz özünüzdən əvvəlkilərin səhvlərini görüb öz həyatınızda bunları yol verməyəsiniz. Və ya tarix sizə nə öyrədir? Bugünün siyasi, sosial, iqtisadi sistemlərində heç birinin əbədi olmadığını öyrədir. Çünki biz keçmişimizə baxdıqda və bugünümüzlə müqayisə etdikdə görürük ki, hər şey dəyişib. Və bu tarix biliyi sizə kənar təbliğatlardan qoruyur, sizi mühakimələrə qarşı dayanıqlı olmağa, sizin müstəqil düşüncə qabiliyyətinizi inkişaf etdirməyə, bir növ həyata, başqalarının düşüncələrinə tənqidi yanaşmağa çox kömək olur. Baxın, biz bugün ibtidai icma quruluşuna, alt paleolit dövrünə gedəcəyik birlikdə və təsəvvür edin, o vaxtı insanlar əllərində ən sadə daşla öz həyatlarını qurublar. Əgər onlar o qədər məhdudiyyət içində inkişaf edə biliblərsə, demək bizim də indiki imkanlarımızla nələrə nail ola bilərik. Bu qabiliyyət, bu bacarıq bizim genlərimizdə var. Biz dərsimizə birazdan keçəcəyik. Dərsə keçmədən öncə istəyirəm ki, videonu durdurasınız və biraz düşünəsiniz bu sual haqqında. Tarixi sadəcə olaraq sizin üçün abituriyent sizsə və ya MİQA hazırlaşırsınızsa imtahanları verməkdirmi? Və ya həyatınızın müxtəlif sahələrində tarixi biliklərdən istifadə edə biləcəyinizi göstərən bir düşüncə tərzidirmi? Həyatınızda hansı sahələrdə tarixə ehtiyac var? İnsanlar nəyə görə tarixi daha çox bilməlidirlər, öyrənməlidirlər? Bu haqda biraz düşünün. Biz isə dərsimizə keçək. Qədim dövr Azərbaycan tarixinə səyahətimizə davam edək. Ümumiyyətlə, insan cəmiyyətinin tarixi 4 dövrü vardır ki, ibtidai icma quruluşu, quldarlıq, feodalizm və kapitalizm dövrləridir. Biz bugünkü dərsimizdə ibtidai icma quruluşundan danışacağıq. İbtidai icma quruluşu öz daxilində də əmək alətlərinin hazırlandığı materiala görə dövrlərə bölünür. Daş dövrü, tunç dövrü və dəmir dövrünə. Daş dövrü isə özlüyündə paleolit, mezolit və neolit dövrlərinə bölünür. Yunan dilindən paleolit qədim daş, mezolit orta daş, neolit isə yeni daş deməkdir. Hər bir dövrün özünə məxsus xüsusiyyətləri vardır. Onları bir-birindən fərqləndirən, ayıran birazdan hər biri haqqında daha geniş danışacağıq. Paleolit dövrü qədim daş dövrüdür və daxilində 3 yerə bölünür. Alt paleolit, orta paleolit və üst paleolit.
Alt paleolit ən qədim dövrdən eramızdan əvvəl 100 min il öncəyə qədər davam etmişdir. Orta paleolit eramızdan əvvəl 100 min il əvvəldən başlamış, eramızdan əvvəl yenə də 40 min il öncəyə qədər davam etmişdir. Üst paleolit isə eramızdan əvvəl 40 min il öncədən başlamış, eramızdan əvvəl 12-ci min illiyə qədər davam etmiş bir dövrdür. İndi isə keçək növbəti slaydımıza. Burada biz alt paleolit dövrünə aid hazırladığımız slaydı görürük. Ümumiyyətlə, paleolit dövründə həm alt, orta və üst paleolit dövründə biz insanın inkişafını görürük. Yəni, alt paleolit dövründə bacarıqlı insan, orta paleolitdə neandertal insan, üst paleolitdə isə artıq biz ağıllı insan, homo sapiens haqqında danışacağıq. Ondan sonraki dövrlərdə və bugün də belə homo sapiens olaraq insan tipi yaşamaqdadır. Yəni, bundan sonra fərqli insan tipləri haqqında danışmayacağıq. Sadəcə bu üç tipi haqqında danışacağıq. Alt paleolit dövrü ən qədim dövrdən başlamış, eramızdan əvvəl 100 min il öncəyə qədər davam etmiş bir dövrdür. Bu dövrdə yaşamış bacarıqlı insan ilk əmək alətlərini hazırlamışdı. Bu əmək alətləri də daşdan hazırlanmışdı. İlk hazırlanan əmək alətləri sivri daş, yerqazan çubuq və dəyənək olmuşdu. Daha çox mənimsəmə təsərrüfatı ilə məşğul olmuşlar. Nə deməkdir mənimsəmə təsərrüfatı? Yəni ki, təbiətdə hazır olan məhsulları ovçuluqla, yığıcılıqla məşğul olaraq əldə etmişdilər. Özləri nəsə istehsal etməmişdilər. Hazır olan məhsulları təbiətdən mənimsəmişdilər. Bu adlanır mənimsəmə təsərrüfatı. Alt paleolitdə yaşamış bacarıqlı insan ilk dəfə oddan istifadə etmişdi. Amma bu hansı od idi? Təbii od idi. Yəni, özü hələ od yandırmağı bilmirdi. İldırım çaxması, meşə yanğınları nəticəsində əldə olunan odu saxlayıb, öz mağarasında onu qoruyub saxlayırdı. Oddan vəhşi heyvanlardan qorunmaq üçün, yeməyini hazırlamaq üçün, qızınmaq üçün istifadə edirdilər. Eyni zamanda bacarıqlı insan ulu icmada yaşamışdı. Bu ulu icma daimi deyildi, tez-tez dağılırdı, yeniləri yaranırdı və bu ulu icma üst paleolit dövrünə qədər davam etmişdi. Artıq üst paleolit dövründə biz qəbilə icmasını görəcəyik. Deməli, biz bacarıqlı insana nələri aid etdik? O, alt paleolitdə yaşamışdır, ulu icmada yaşamışdır, iki ayağı üstə hərəkət edə bilirdi. Daş, sümük və ağacdan müəyyən əmək alətləri, yerqazan çubuqdur, dəyənəkdir, sivri daşdır hazırlaya bilirdi. Mənimsəmə təsərrüfatından istifadə etmişdi. Təbii oddan istifadə edə bilirdi. Odu saxlayırdı, qoruyurdu və danışa bilmirdi. Nitq biz ağıllı insana aid edəcəyik. Hələ o vaxtda var. Özünüz üçün yaxşı olar ki, hər hansı bir dəftər götürəsiniz, qeydlər aparasınız ki, daha sonra təkrarlayasınız. Bunu da qeyd edim ki, ibtidai icma quruluşu haqqında mütləq şəkildə abituriyentlərə və ya MİQ-də bir sual düşür. Buna görə də öz qeydlərinizi belə təkrarlasaz, sizə testlərdə çox kömək olacaqdır. Azərbaycanda alt paleolit dövrü Azıq, Tağlar, Daşsalaqlı, Damcılı, Qazma, Buzeyir mağaralarında öyrənilmişdir. Bunların içərisində ən önəmlisi alt paleolit dövrünə aid ən çox araşdırılan Azıq mağarası olmuşdur. Azıq mağarası Qarabağda, Xocavənd yaxınlığında Quruçay dərəsində yerləşir. Buna görə də bu dövr eyni zamanda Quruçay mədəniyyəti adlanır. Azıq mağarasından çay daşı, çaxmaq daşı, obsidiyandan hazırlanan əmək alətləri, nəsli kəsilən heyvanların sümükləri, 700 min il əvvələ aid olan ocaq izi, eyni zamanda da 1968-ci ildə təhqiqatlar zamanı Məmməd Əli Hüseynov tərəfindən Azıq adamının alt çənə sümüyü tapılmışdır. Bu, dünyada qədim insana aid olan 4-cü tapıntıdır və eyni zamanda Azərbaycanın da qədim insanın yaşayış məskənlərindən biri olduğunu sübut edən faktdır. Azıq adamına gəldikdə isə bu çənə sümüyünə əsasən aparılan araşdırmalara görə 350-400 min il əvvəl yaşamışdır.
dini ayinlər yerinə yetirmişdi. Ayı kəllələrinin qablara qoyulması buna sübutdur. Eyni zamanda ibtidai incəsənətlə məşğul olmuşdur. Burada yenə də ayı kəllələrinin üzərində cızıqlar, işarələr bunu göstərir. Hazırda ekranlarda Azərbaycanın daş dövrünə aid olan abidələrin yerləri görünür. Xəritəni skrin eləyə və ya yaxınlaşdırıb daha yaxından incələyə bilərsiniz. Hazırda xəritə suallarına önəm verilir. Buna görə də abituriyentlər və MİQ müdavimləri xəritənin öyrənilməsinə də mütləq şəkildə diqqət etməlidirlər. Mən isə keçim digər slayda və biz Orta Paleolit dövrünə nəzər yetirək. Orta Paleolit dövrü eramızdan əvvəl 100 min il öncə başlamış. Yenə də eramızdan əvvəl 40 min il öncəyə qədər davam etmişdir. İndi ekranlarda başqa bir xəritə daha görürsünüz. Burada sırf olaraq Paleolit dövrünün abidələri göstərilmişdir. Orta Paleolitdə mən bayaq da qeyd etdim. Alt Paleolitdə biz bacarıqlı insan haqqında danışırdıqsa, Orta Paleolitdə artıq Neandertal tipli insan ortaya çıxmışdı. Bu insan bacarıqlı insandan fərqlənirdi. Belə ki, artıq bu insan süni od əldə etməyi öyrənmişdi. Çaxmaq daşını bir-birinə vurmaqla və ya quru ağac parçalarını bir-birinə sürtməklə od əldə etməyi öyrənmişdi. Eyni zamanda dini təsəvvürlərdə dəyişikliklər baş vermişdi. Təbiət qüvvələrinə inam, axirətə inam yaranmışdı. Axirət nə deməkdir? Yəni o biri həyata, ölümdən sonraki həyata, cənnətə, cəhənnəmə inam Orta Paleolitdən yaranmışdı. Azərbaycanda Orta Paleolit dövrü Azıq, Tağlar, Zar, Daşsilahlı və Qazma mağaralarında öyrənilmişdi. Üst Paleolit dövrü eramızdan əvvəl 40 min il əvvəl başlamış və eramızdan əvvəl 12-ci min illiyə qədər davam etmiş bir dövrdür. Bu dövrdə ağıllı insan, Homo sapiensin dövrü başlanır və bu günümüzə qədər də davam edir. Ana xaqanlıq yaranır. İnsanlar artıq mağaralardan qazma, yerüstü koma tipli yaşayış yerlərinə keçirlər və ana xaqanlıq əsasında, yəni ana xətti ilə qan qohumluq əsasında qəbilə icması yaranır. Ulu icma dağılır. Artıq alt paleolitdə danışdığımız ulu icma yoxdur. Qəbilə icması əsasında insanlar birləşirlər. Bu icmalar daha möhkəm olurlar, tez-tez dağılmırlar və qan qohumluğuna əsaslanır. Və qəbilə icması erkən Tunc dövrünə qədər davam etmişdir. Üst Paleolit dövründə əmək alətləri təkmilləşirlər. Biz bıçaq, qarmaq, süngü, iynə də düzəldilir. Daşdan, sümükdən heykəllər düzəldilir. Biz alt paleolitdə ibtidai incəsənətin mövcudluğunu demişdik. Lakin incəsənətin başlanğıcı üst paleolitdən götürülür. Mütləq şəkildə bu cür yadınızda saxlayın. Səsli nitq yaranır. Bacarıqlı insan və Neandertal insan danışa bilmirdi. Amma ağıllı insan danışa bilirdi. Balıqçılıq, sal düzəltmək üst paleolitdə yaranmışdı. Bəzi məqamlar var ki, onları sizə çatdırmaq istəyirəm ki, biz bunlara diqqət etməliyik. Testlərdə qarşımıza çıxırlar. Məsələn, ağıllı insana nələr aiddir? O üst paleolitdə yaşamışdır, qəbilə icmasında yaşamışdı, əmək alətlərini təkmilləşdirmişdi, sal düzəltmişdi, heyvanları əhliləşdirmişdi və ox kamanı ağıllı insan ixtira etmişdir. Yaxşı, bəs ağıllı insan ilə bacarıqlı insan arasında hansı oxşarlıqlar var? Onların hər ikisi mağaralarda yaşamışdı. Hər ikisi ovçuluqla da, yığıcılıqla da məşğul olmuşdu. Hər ikisi oddan istifadə etmişdir. Hər ikisi də daşdan əmək alətləri hazırlamışdı. Yenə də təkrar edəcəm. Özünüz üçün qeydlər götürsəniz və öz qeydlərinizi öyrənsəniz sizin üçün çox yaxşı olar. Ağıllı insan ilə bacarıqlı insan arasında yaxşı bəs hansı fərqlər var? Ağıllı insanın beyni bacarıqlı insana nisbətən 2 dəfə böyük olmuşdu. Daha ağıllı insan daha düzqamətli olmuşdu. Ağıllı insan fiziki və əqli daha yaxşı inkişaf etmişdi. O ana xaqanlıqda yaşamışdı.
metaldan da əmək alətləri düzəldə bilmişdi. Ağıllı insan ilə Neandertal insan arasında da müəyyən oxşarlıqlar var. Hər ikisi mağara və qazmalarda yaşayıb, süni oddan istifadə edib, təbiət qüvvələrinə inanıb, axirətə inanıb. Ağıllı insan ilə bacarıqlı insan hər ikisi təbii oddan da istifadə edib. Ağıllı insan, Neandertal insan arasında oxşarlıq o idi ki, ikisi də süni oddan istifadə edib. Bəzən bu cür xırdalıqlar bizi testlərdə çaşdıra bilər. Buna görə də bu cür xırdalıqlara diqqət etsək çox yaxşı olar. Və beləliklə burada paleolit dövrümüz sona çatır. Orta daş dövrü, mezolit dövrünə başlayırıq. Mezolit dövrü eramızdan əvvəl 12 min ildən öncə başlamış, eramızdan əvvəl 8-ci min illiyə qədər davam etmişdir. Burada qəbilə icması hələ də davam etməkdədir. Ana xaqanlıq hələ də davam etməkdə. Ağıllı insan mezolit dövründə də yaşamaqdadır. İnsanlar yığıcılıqla, ovçuluqla və balıqçılıqla məşğul olmuşdular. Balıqçılıqla məşğul olmaq əsasən Qobustanda aparılan araşdırmalarda buradakı insanların balıqçılıqla məşğul olduğuna aid izlər tapılmışdır. Eyni zamanda əmək alətləri daşdan, dəvə gözündən, sümükdən hazırlanmışdı. Həndəsi formalı mikrolit əmək alətləri. Yəni mikrolit nə deməkdir? Yəni ələ yerləşən, daha təkmilləşmiş əmək alətləri. Bunun hazırlanmışdı. Bundan əvvəl hazırlanan əmək alətləri daha çobud idilər, yekə, iri idilər. Amma mezolit dövründən başlayaraq hazırlanan əmək alətləri bizim müasir dövrdə gördüyümüz alətlərə daha çox bənzəyir. Mezolit dövründə insanlar artıq uzaq məsafədən ov ovlaya bilirdilər. Bunu ox və kaman, yayı kəşf etməklə bacarmışdılar. Ox və kamanın kəşfi insanlara uzaq məsafədən ov etməyi, qida ehtiyatını artırmağa kömək etmişdir. Nəticədə heyvanlarlığın əsası qoyuldu. Əkinçiliyin, maldarlığın əsası qoyuldu, ibtidai əkinçiliyin əsası qoyuldu. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Bu dövrdə biz ox ucu harpun düzəldilir. Harpun balıq ovlamaq üçün olan xüsusi bir alət idi. Axirət dünyasına inam artır. Artıq qəbrə məişət əşyaları qoyulur. Daş büt tapılmışdı Qobustanda bir qəbirdən. Mezolit dövrünə aid olan qəbirdən. Bu da axirət dünyasına inamın artdığını göstərir. Mezolit dövrü Azərbaycanda Qobustan və damcılda öyrənmişdi. Qobustan hazırda açıq səmada bir muzeydir və Turheyerdir adında alim burada olan rəsmləri, yəni qayalarda olan rəsmləri tədqiq etmiş və Azərbaycanın ən qədim gəmiçilik diyarlarından biri ola biləcəyi haqqında fikirlər söyləmişdir. Qobustanda yaşamış qədim insanlar ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuşdular. Onlar çaxmaq daşı və sümükdən əmək alətləri hazırlamışdılar. Ağacın içini oyub qayıqlar düzəldə bilirdilər. Damcılda aparılan araşdırmalarda isə mezolit dövrünə aid daş alətlər, kiçik ox ucluqları tapılmışdır. Neolit dövrü eramızdan əvvəl 8-ci minillikdən eramızdan əvvəl 6-cı minilliyə qədər davam etmiş bir dövrdür. Bu dövrdə insanlar təbii sərvətlərdən istifadə üsulları formalaşdırdılar. Təbii sərvətlər dedikdə biz bura dəmir, qızıl, gümüş, mis kimi təbii sərvətlər nəzərdə tutulub. Bundan əvvəl bu təbii sərvətlərdən istifadə edilə bilmirdi. İnsanlar bunu bacarmırdılar. Bu dövrdən başlayaraq artıq təbii sərvətlərdən istifadə üsulları formalaşır. Əlbəttə ki, bu günümüzdə olduğu kimi deyildi. Sadəcə həmin vaxtdan əsası qoyuldu bunun. Əkinçilik biraz daha inkişaf edir. Mezolitdə ibtidai əkinçiliyin əsası qoyulmuşdu. Artıq Neolit dövründə bu biraz da inkişaf edir. Toxa yaranır. Əkinçilikdə toxadan yeri şumlamaq üçün istifadə edirlər. Əkinçilik və maldarlıq əsas sahələrə çevrilir. Bundan əvvəl əsas sahələr
yığıcılıq, ovçuluq və balıqçılıq idisə, insanlar daha çox təbiətdən hazır məhsullar əldə edirdilər, mənimsəyirdilərsə, mezolit dövründə istehsal təsərrüfatının keçidin əsası qoyuldu və neolitdə artıq əkinçilik, maldarlıq əsas sahələr oldu. İnsanlar artıq maldarlıqla məşğul olurdular, əkin əkirdilər və zəhmətləri hesabına artıq məhsul istehsal etməyə başladılar. Əmək alətləri çaxmaq daşı və əsasən dəvə gözündən hazırlanırdı. Neolitin özünün alətləri var ki, burada yeni əmək alətləri biz görürük. Bunlara biz toxa, oraq dişi, çəkic, balta, həvəng dəstə, dən daşı, sürtkəc daşı kimi əmək alətlərini görürük. Neolit dövrü ümumiyyətlə Azərbaycanda, Naxçıvanda, Gəncə, Qazax, Təbriz ətrafında, Qobustan, Tovuz, Gədəbəy, Ağcabədi, Kamiltəpədə öyrənilmişdir. Şəkildə siz sürtkəc daşının şəklini görürsünüz. Burada artıq istehsal təsərrüfatı neolit dövründə meydana gəlir. Bununla da əhali artıq oturaq həyata keçirilər, heç yerə getmirlər və əkinçilik daha da inkişaf eləyir. Oturaq həyata keçməyin təsiri ilə yeni təsərrüfat növləri yaranmağa başlayır və bu da neolit inqilabı adlanır. Hansı təsərrüfatlar idi? Dulusçuluqdur, toxuculuqdur, saxsı qabların hazırlanmasıdır, daş alətlərinin cilalanmasıdır, daş alətlərinin deşilməsidir. Bunlar hamısını insanlar neolit dövründə öyrənirlər və bütün bunlar da neolit inqilabı adlanır. Az öncə demişdim, təbii sərvətdən istifadə üsulları formalaşdı. Beləliklə Azərbaycanda artıq metallurgiya meydana gəldi. Toxuculuqda sümükdən, iydən istifadə olunmuşdu. Bir dənə də məlumatı qeyd edeyim. Tovuzda Göytəpə yaşayış yerində iri buynuzlu heyvanın alt çənəsinə keçirilmiş daş qəlpələr vardı və oraq tapılmışdı. Qədim dövr ustalarının hazırladığı bir oraq nümunəsi tapılmışdır. Eneolit dövrü mis daş dövrü deməkdir. Bu dövr eyni zamanda toxa əkinçiliyi dövrü adlanır. Neolit dövründə biz öyrəndik ki, toxa yaranmışdı, insanlar tərəfindən ixtira olunmuşdu və toxa əkinçilikdə o qədər çox istifadə olunur ki, eneolit dövrü təbəqələrinin aparılan araşdırmalarda o qədər çox tapılmışdır ki, toxa həmin dövr toxa əkinçiliyi dövrü adlanmışdı. Eneolit dövrü eramızdan əvvəl 6-cı dövrdə minillikdən başlanmış, eramızdan əvvəl 4-cü minilliyə qədər davam etmiş bir dövrdür. Azərbaycanda Gəncə, Qazax, Mil, Qarabağ, Muğan, Naxçıvan, Urmiya ətrafında və Təbrizdə öyrənilmişdir. Bu dövrdə evlər möhrədən, çiy kərpicdən dairəvi formalı tikilirdi. Əsasən çay kənarlarında inşa olunurdu. Bütün ev heyvanlarının əhliləşdirildiyi düşünülür. Ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsi olmuşdu. Neolit dövründə biz demişdik ki, artıq əkinçilik və maldarlıq əsas sahələrə çevrilmişdilər. Eneolit dövründə isə deyirik ki, ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsi olmuşdular. Dəfn adətlərində müəyyən dəyişikliklər var. Ölülər artıq yaşayış məskənində, binaların arasında və ya evin içərisində dəfn olunub. Üstünə oxra səpilib. Oxra qan qırmızı rəngində bir maddə idi. Ovsun mərasimləri keçirilmişdir. Əsasən də ovun daha yaxşı getməsi üçün keçirilmədiyi hesab olunur. Ailə birgə yaşayırdı. İcmada da birgə çalışırdılar. Taxıl oraqla biçilib və iri saxsı küplərdə saxlanılıb. Maldarlıq təsərrüfatı da inkişaf etmişdi. Təsərrüfatda qaramal, davar, qoyun, keçi saxlanılmışdır. Sənətkarlıq inkişaf etmişdi, mühüm yer tuturdu. Biz ovsun mərasimlərini, dini ayinləri Qobustanda qayaüstü rəsmlərin üzərində müşahidə edə bilərik. İndi isə biraz dövrlər arasında oxşar fərqli cəhətlərə baxaq. Üst paleolit və mezolit dövrü arasında hansı oxşarlıqlar var idi? İstəyirəm bu suala bir cavab verəsiniz. Siz videonu durdurun, biraz düşünün, daha sonra davam edək.
Həm üst paleolit, həm mezolit dövrlərində daşdan əmək alətləri hazırlanmışdılar. Hər iki dövrdə mənimsəmə təsərrüfatı mövcud olmuşdu. Hər iki dövrdə də qəbilə icması mövcud olmuşdu. Yaxşı, bəs mezolit dövrü ilə eneolit dövrü arasında hansı oxşar cəhətlər var? Biraz düşünün. Hər iki dövrdə də ana xaqanlıq mövcud olmuşdu. Qəbilə icması mövcud olmuşdu. Daşdan alətlər mövcud olmuşdu və istehlak təsərrüfatı mövcud olmuşdu. Növbəti sualım. Neolit və eneolit dövrlərində hansı oxşar cəhətlər var? Hər iki dövrdə də ana xaqanlıq olmuşdu, qəbilə icması mövcud olmuşdu, daşdan əmək alətləri hazırlanmışdı, istehsal təsərrüfatı mövcud olmuşdu, toxa əkinçiliyi mövcud olmuşdu. Keçək Tunc dövrünə. Videonun əvvəlində dediyim kimi ibtidai icma quruluşu öz içində dövrlərə bölünmüşdü və bu dövrlər həmin zaman hazırlanmış əmək alətlərinin materialına görə bu cür adlanmışdı. Yəni Tunc dövründə biz artıq görürük ki, əmək alətləri çoxluğu tunc adlanan materialdan hazırlanmışdı. Tunc mis kimi təbiətdə hazır şəkildə əldə edilməmişdi. Eneolit dövründə mis daş dövrü adlanır. Mis əldə olunsa belə, yenə də mis daha yumşaq, tez xarab olan bir material olduğuna görə ondan əmək alətləri yenə də çox da geniş hazırlanmamışdı. Yenə də daş öz aktuallığını qorumuşdu. Daha sonraki dövrdə həmin dövrün ustaları tərəfindən misin tərkibinə qalaydı, mərgümüşdü və başqa materiallar, maddələr qatılmış və daha möhkəm bir metal olan tunc əldə olunmuşdur. Tunc dövrü öz daxilində erkən tunc dövrünə, orta tunc dövrünə və son tunc dövrünə bölünür. Hər biri haqqında indi danışacağıq. Erkən tunc dövrü eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısından başlamış, eramızdan əvvəl yenə 3-cü minilliyin sonuna qədər davam etmiş bir dövrdür. Azərbaycanda erkən tunc dövrü Kür ərazi mədəniyyəti olaraq adlanır. Əsasən bu bölgədə öyrənilmişdir. Eneolit dövründə olduğu kimi burada da çiy kərpicdən evlər tikilmişdi, daşdan tikilmişdi. Eyni zamanda burada bu dövrdə təsərrüfat inkişaf etmişdi, köçmə maldarlıq yaranmışdı, əkinçilikdə süni suvarma yaranmışdı, qoşqu heyvanlarından istifadə olunur, tunc oraqlar bizə bu dövrdə rast gəlinir, xış əkinçiliyi yaranır, artıq toxanı xış əvəz eləyir. Bu bir növ alətdir ki, onu öküzə bağlayırdılar və daha tez bir zamanda yeri şumlamağa kömək edirdi. Erkən tunc dövründə və digər tunc dövrlərində də əmək bölgüsü, ictimai əmək bölgüsü baş verir. Erkən tunc dövründə birinci ictimai əmək bölgüsü baş verir. Burada əkinçilik maldarlıqdan ayrılıb. Bunu necə təsəvvür edək? Düşünək ki, ilk əvvəllər əkinçilik, maldarlıq və sənətkarlıq yarananda bu demək olar ki, bir insan və ya bir ailə həm əkin əkir, həm maldar heyvan saxlayır, həm də nəsə bir sənətkar kimi bir qab hazırlayırdılar. Amma artıq erkən tunc dövründə bu insanlar ayrılırlar və bir hissəsi deyir ki, mən ancaq əkin əkəcəm, bir hissəsi isə köçmə maldarlıqla məşğul olmağa başlayır və əkinçilər maldarlar bir-birindən ayrılırlar. Dəfn etmə adətlərində müəyyən dəyişikliklər baş verir, ölü yandırma, kollektiv dəfn etmə adətləri yaranır, ibadətgahlar tikilir, Xaçmazda Sərkərdəbə, Qazaxda Baba Dərviş, Naxçıvanda 1-ci Kültəpə ibadətgahları yaranır. Yaşayış məskənindən kənarda dəfn etmə adəti də bu dövrdə yaranır. Bundan əvvəl eneolit dövründə yaşayış məskəninin evlərin arasında və ya içində dəfn edilirdi ölülər. Bu dövrdə kurqan tipli
məzarların qurulması, torpaq qəbir təpəsi qurulması yaranır. Ana xaqanlıq üst paleolitdə yaranmışdı. Erkən Tunc dövründə süqut edir və ata xaqanlıqla əvəz olunur. Sosial bərabərçiliklər yaranır. Qəbilələr birləşir və tayfalar yaradırlar. Tayfaları ağsaqqallar idarə edir. Orta Tunc dövrü eramızdan əvvəl 3-cü minilliyin sonu, eramızdan əvvəl 2-ci minilliyin ortalarına qədər davam edən 600 illik bir tarixdir. Bu dövrdə bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq kimi yeni təsərrüfat sahələri yarandı. Maldar tayfalar artıq aparıcı yer tuturdular. İkinci ictimai əmək bölgüsü baş verir. Birinci ictimai əmək bölgüsü nə vaxt baş vermişdi? Erkən Tunc dövründə əkinçilik maldarlıqdan ayrılmışdı. Orta Tunc dövründə isə artıq sənətkarlar da biz də müstəqil olacağıq deyib əkinçilər və maldarlardan ayrıldılar. Ayrıca özünə emalatxanalar qurdular. Ayrıca olaraq sırf sənətkarlıqla məşğul olmağa başladılar. Bu dövr boyalı qablar mədəniyyəti adlanır. Çünki qabların üzərində artıq saxsı qabların üzərində şəkillər, boyalardan istifadə olundu. Naxışlar çəkilməyə başladı. Bu dövr Azərbaycanda Naxçıvan, Mil Qarabağda öyrənilmişdir və bu ərazilərdə dulusçuluq sobaları, dulus ocaqları tapılmışdı. Əvvəl Erkən Tunc dövründə yaranmış tayfalar birləşir, tayfa ittifaqları yaradırlar. İlkin şəhər mərkəzləri yaranır. Üzərlikdəpə, Nərgiztəpə, İkincikültəpə, Oğlanqala, Urmiya ətrafında Göytəpə buna misal ola bilər. Və son Tunc dövrü. Bu dövrdə eyni zamanda dəmirdən də istifadə olunmağa başlandığına görə son Tunc, ilk dəmir dövrü birlikdə götürülür əsasən. Eramızdan əvvəl 14-cü əsrdən eramızdan əvvəl 7-ci əsrə qədər davam etmiş bir dövr hesab olunur. Bu dövrdə artıq iri tayfalar, zəif tayfalara hücumlar edirlər. Onları özünə asılı hala salırlar. İbtidai icma quruluşu dağılır. Yeni bir quruluşa keçəcək, quldarlıq quruluşuna. Üçüncü ictimai əmək bölgüsü baş verir. Tacir qrupları sənətkarlardan ayrılırlar. At, dəvədən minik qoşqu vasitəsi kimi istifadə olunur. Ayaqla hərəkətə gətirilən dulus çarxı yaranır. Metal işləmə biraz daha inkişaf edir. Dəmirdən əmək alətləri, silahlar düzəldilir. Ata sitayiş yaranır. Oda, aya, günəşə inam, heyvanlara inam yaranır. Ölülər yaşayış yerindən kənarda dəfn olunurdular. Tayfa iş başçıları ilahiləşdirilir. Onlara sitayiş olunmağa başlanır. Bu dövrdə Assuriya, Mesopotamiya ilə Azərbaycanda yaşayan tayfaların əlaqələr qurduğuna aid şirli gil qablar, möhürlər, silahlar, bəzək əşyaları, muncuq tapılmışdır. Hərb sənəti son Tunc dövrü, ilk dəmir dövründə biraz daha inkişaf etmişdi. Bu dövrdə sənətkar tacir qrupları tərəfindən qorunmaq üçün siklopik tikililər tikilmişdi. Bu tikililər Azərbaycanda, Naxçıvanda, Gədəbəydə, Arıqdamda müşahidə olunur. Eramızdan əvvəl 7-ci əsrdən dəmirdən daha geniş istifadə olunmağa başlandı. Varlı ailələr güclənirlər, bərabərsizlik artır, təbəqələşmə artır. Azərbaycanda, Qarabağda, Borsulunda, Sarıçobanda, Xankəndidə tapılan kurqanlarda bu bərabərsizliyin işarələri daha aydın şəkildə görünür. Azərbaycanın cənubunda ibtidai icma quruluşu şimalına nisbətən daha tez dağılmışdı. Erkən dövlət qurumları yaranmışdı. Bu da Mesopotamiya ilə olan sıx əlaqələri ilə bağlı hesab olunur. Bu dövrdə Azərbaycanda piktoqrafik yazı nümunələri Naxçıvanda, Qobustanda, Kəlbəcərdə, Abşeronda, Qazaxda, Gədəbəydə, Qayaüstü piktoqrafik yazı nümunələri rast gəlinir. Təbəqələşməni dərinləşdirən amillər var idi. Bunlar hansılar idi? Maldarlığın əkinçilikdən ayrılması, metal emalının inkişafı,
izafi məhsul istehsalı, qonşu ölkələrlə əlaqələr təbəqələşmənin artmasına, ibtidai icma quruluşunun dağılmasına gətirib çıxartdı. İndi sizdən soruşmaq istəyirəm ki, alt paleolit dövründə hansı icma forması, yaşayış forması mövcud olmuşdu? Ulu icma. Bəs üst paleolit dövründə hansı yaşayış forması, ictimai yaşayış forması mövcud olmuşdu? Qəbilə icması. Erkən Tunc dövründə hansı yaşayış forması mövcud olmuşdu? Burada tayfalar yaranmışdı. Orta Tunc dövründə bəs nə baş vermişdi? İri tayfa ittifaqları yaranmışdı. Erkən Tunc dövründə mübadilə yaranmışdı. Məhsulları dəyişmək. Bu, Orta Tunc dövründə inkişaf edib ticarətə çevrildi. Son Tunc dövründə isə üçüncü ictimai əmək bölgüsü ilə sənətkar tacir qrupları ayrıldılar. Bərabərsizlik erkən Tunc dövründə yaranmışdı. Son Tunc dövründə daha da dərinləşdi və bu qəbirlərdə daha çox görünür. Və son olaraq gəlin sizinlə kiçik bir refleksiya edək və dərsimizi bitirək. Bugün sizinlə ibtidai icma quruluşu haqqında danışdıq. İstəyirəm ki, özünüz üçün qeyd edəsiniz. Bu dərsə başlamadan öncə nələri bilirdiniz, nəyi öyrəndiniz və daha nələri bilmək istəyərdiniz. Öz qeydlərinizi mənimlə paylaşmağı unutmayın. Instagramdan, DM-dən və ya biodakı nömrəmdən mənə WhatsApp-dan da yaza bilərsiniz. Hər hansı bir suallarınız olsa müraciət edə bilərsiniz. Sizi dinləməyə, qeydlərinizi oxumağa şad olaram.